Salam uşaqlar, bugün yer səthinin relyefi mövzusuna güvən test oxusunda suallara baxacağıq. Başlayırıq birinci sualla. Klasteri tamamlayın. Okean səviyyəsindən yuxarıda yerləşir. Denudasyon düzənlikdir. Zəlzələ və müasir dalğaçılma zonasına daxildir. Denudasyon düzənliyi o deməkdir ki, yəni vaxtı ilə dağ olub, hal-hazırda isə yayladır. Yəni aşınıb parçalanma nəticəsində yaranmışdır. Biz burada yaylı olan variantı seçməliyik. Yəni Amazon ovalı qrup denilasyon düzənliklərə aid deyil. Şərqi Avropa düzənliyi aid deyil. Yerdə 3 variantımız qalır. Zəlzələ müasir dalğaçılma zonasındadırsa, deməli havaların sərhəddində yerləşir. Toqquşma sərhəddində yerləşən burada Meksika yaylasıdır. Sakit Okean və Şimali Amerika havaların sərhəddindədir. Əhəqqar və Qərbi Avstraliya isə platformada yerləşirlər. Ona görə onlarda müasir zəlzələ ola bilməz. Buzlaq relyef formalarının üstünlük təşkil etdiyi ərazilər. Biz burada 4-cü dövr buzlaşmasına məruz qalan əraziləri seçməliyik. Bunlar da Şimali Amerika və Avrasiyanın şimalındakı ərazilərdir. Şimali Amerikada Lavrenti yüksəkliyi, Avrasiyanın şimalında isə Skandinaviya dağlarını götürə bilərik. Kars platosu Balkan yarımadasındadır, orada buzlaşma olmayıb. Dekan yaylası Hindistandadır, orada da olmayıb. Darfur masifi isə Afrikadadır, orada da buzlaşmaya məruz qalmayıb həmin ərazilər. 3. Ural dağlarına aid olan xüsusiyyət. Ural dağları Avropa ilə Asiyanın sərhəddində Rusiya ərazisində yerləşən qədim dağdır. Kordilyer dağ sistemi ilə eyni yaşdadır, fikir səhvdir. Ural Kaledon Hertsin yaşlıdır. Kordilyer isə Mezozoyda yaranmağa başlamışdır. Kaynazorda təkrar fəallaşmağa başlamışdır, fikir səhvdir. Kaynazorda təkrar fəallaşan qədim dağlar Altay, Sayan və Tian Şandır. Paleozoy arasında yaranmışdır. Bəli, Kaledon Hertsin qırışıqlı Paleozoyda baş verib. Aid olduğu qitənin ən uca zirvəsi xeyr. Avropa ilə Asiya arasındadır. Avropanın ən uca zirvəsi Elbrusdur, Qafqaz dağlarında. Asiyanın isə Everestdir. Litosfer dağlarının konvergens sərhədində yerləşir, fikri də səhvdir. Ural dağları platforma ərazisində yerləşir. Davam edirik 4-cü sualla. Qədim platforma üzərində yerləşən və alluvial çöküntülərlə örtülü olan düzənlik. Alluvial çöküntü deyəndə çayların gətirdiyi çöküntülər nəzərdə tutulur. Qərbi Sibir qədim platforma deyil, cavan platformadır. Turan cavan platformadır. Kür-araz platforma deyil, geosinklinalda yerləşir. Nallar düzənliyi qədim ərazidədir, Avstraliyada, lakin orada böyük çaylar yoxdur, Nallardan keçən. Amma böyük Çin düzənliyindən Yansız və Xuanxe çayları keçir və onlar buraya çoxlu çöküntülər gətirirlər və qədim platforma ərazisinə düşür. Ona görə cavab C variantı olacaq. Alp və Apennin dağları ilə əhatə olunan düzənlik Alp və Apennin dağlarının arasında yerləşən Padan ovalığıdır. Geosinklinal əraziyə düşür. Almaniya, Polşa Alpdan şimaldadır. Meseta Pireneydədir. Orta Rusiya Şərqi Avropadadır. Aşağı Dunayda yenə Şərqi Avropa regionunda düşür. Gviyana yaylasını Braziliya yaylasından fərqləndirən xüsusiyyət. Hər iki yayla Cənubi Amerikada yerləşir. Gviyana Cənubi Amerikanın şimalında, Braziliya isə mərkəz hissələrindədir. Cənubi Amerika platformasının enən sahəsidir. Yaylalar enən sahədə olmur. Hündürlükləri 500 metrdən çox olur. Zəngin boksit ehtiyatlarına malikdir. Bu yalnız Braziliya yaylasına aid oluna bilər. Cənubi Amerika platformasının qalxan hissələridir. Xeyr, bu da fərqli xüsusiyyət. Gviyananı Braziliyadan fərqləndirən xüsusiyyəti soruşur. Yəni Gviyanaya aid olsun, Braziliyaya aid olmasın. Cənubi Amerika platformasının qalxan sahəsidir hər ikisi. Denudasyon düzənlikdir hər ikisi. Əksər hissəsi ekvatordan şimalda yerləşir. Bəli, Gviyana ekvatordan şimalda yerləşir, amma Braziliya yaylası ekvatordan cənubdadır. Böyük bir hissəsi ən azından. Sual 7. Himalay dağlarının cənubdan hansı düzənliklə həmsərhəddir? Turan ovalığı Xəzərin sahilində yerləşir, Xəzərin şərqində. Böyük Çin düzənliyi Sakit Okean sahilində yerləşir. Mesopotamiya ovalığı Ərəbistan yarımadası şimalındadır. Anadolu yaylası da Türkiyə ərazisidir. Himalay dağlarının cənubunda yerləşən
Hindistan yarımadasının şimalında olan Hind-Qanq ovalığıdır. Xəritə sxemə əsasən işarələnmiş bölgələrdən hansında fiziki aşınma daha intensivdir? Fiziki aşınma gündəlik temperatur fərqindən yaranır. Yəni gündüzlər həddindən artıq isti, gecələr isə nisbətən soyuyan ərazilər. Bunlar səhralara uyğun gəlir. Ona görə biz burada səhralarla əhatələnən üçüncü məntəqəni seçməliyik. Şəkildə hansı proses təsvir olunmuşdur? Gördüyünüz kimi burada oxla torpaq qatının aşağı enməsi prosesi göstərilir. Yəni burada torpaq qatı sürüşmüşdür. Ağaclar da gördüyünüz kimi aşıb. Bu sürüşmə prosesidir. Abraziya dalğaların fəaliyyətidir. Abrazion düzənliklər, məsələn, dalğaların fəaliyyəti nəticəsində yaranan düzənliklərdir. Burada okean və dəniz sahillərində dalğaların dağıdıcı fəaliyyətini götürəcəyik. Quraq ərazilərdə küləklərin dağıdıcı fəaliyyəti bu defiliasiya prosesidir. Dağlıq ərazilərdə buzlaqların fəaliyyəti bunlar eksorasiya prosesidir. Səthdən yer altına süzülən suların oradakı suları yuyaraq boşluqlara əmələ gətirilməsi karst prosesidir. Düzənlik çayların yataqlarının əyri-üyrü formaya salması bu meandr prosesidir. Kimyəvi aşınmanın daha intensiv getdiyi ərazilər. Kimyəvi aşınma əsasən suyun təsiri ilə baş verir. Yağışın çox yağdığı ərazilərdə su və torpaq kimyəvi reaksiyaya girir və torpaq bir müddətdən sonra aşınıb parçalanır. Biz burada yağışların daha çox yağdığı Amazon ovalığı və Kongo çökəkliyini götürməliyik, çünki hər ikisi ekvatorial ərazidə yerləşir. Davam edirik 12-ci sualla. Zəlzələ və müasir davamgəlmə zonalarında yerləşən ovalıqlar. Baxaq. Orinoco Cənubi Amerikanın şimalındadır, platforma ərazisinə düşür. Qərbi Sibirdə, Sibir regionu platformadır ümumiyyətlə. Almaniya, Polşa və Turan da platformadır. Biz burada geosignalda yerləşən ərazi seçməliyik. Mississippi və La Plata. Bunlar hər ikisi platforma ərazisinə düşür. Qərbi Sibir bayaq dedik platformadır, Mesopotamiyada həmçinin. Kür-Araz bizim öz regionumuz. Bu Azərbaycan bütövlükdə geosignaldadır. Kür-Araz da geosignaldadır. Padan ovalığında bayaq Apennin və Alp dağlarının arasında dedik. Həmin ərazidə geosignal əraziyə düşür. Klasteri tamamlayın. Qədim faylı dağlardır. Avrasiya materikində yerləşir. Meridional istiqamətdə uzanır. Appalaç Avrasiyada deyil, Şimali Amerikadadır. Qafqaz qədim deyil, cavandır. Krım cavan dağlardır. Altay meridional istiqamətdə deyil, paralel istiqamətindədir. Burada cavab Ural dağlarıdır. Həm qədimdir, həm Avrasiyada yerləşir, həm də şimaldan cənuba, yəni meridional istiqamətdə uzanır. Doğru sıraları müəyyən edin. Çay eroziyası, yarğan, fyord. Yarğan fyord buzlaqların fəaliyyətidir. Yarğan, qobu, bunlar isə daha çox müvəqqəti axınların yaratdığı relyef formasıdır. Çay eroziyasına aid deyil. El prosesi küləklərin fəaliyyətidir. Küləklərin fəaliyyətindən səhrada barxanlar və düyünlər yaranır. Doğrudur. Abraziya dalğaların fəaliyyətidir. Mağara karst prosesindən yaranır. Trop dərəsi buzlaqlardan. Karst prosesi Trok dərəsi qobu, bu da səhvdir. Trok dərəsi buzlaqlardır. Qobu müvəqqəti axınlar. Eksorasiya, yəni buzlaqların fəaliyyəti kar, sirk, bu da doğru variantdır. Cavab olur 2-5 D variantı. Akkumulyativ düzənlikləri seçin. Akkumulyativ düzənlik deyəndə ovalıqlar nəzərdə tutulur. Düzənliklər mənşəyinə görə akkumulyativ və denudasiyon olur. Akkumulyativ düzənliklər çökək ərazilərdə çökdürmə prosesi nəticəsində, denudasiyon düzənliklər isə keçmiş dağların yerində aşınma prosesi nəticəsində yaranan düzənliklərdir. Biz burada ovalıqları seçməliyik. Efiopiya yayladır, Patagoniya yayladır, Gviana, Dekan hər ikisi yayladır. Tibet yayladır.
Orinoco ovalığı, Lənkəran ovalığı və Qərbi Sibir ovalığı. Hər üçü ovalıq. Ovalıqları müəyyən edin. Burada cavab elə Aşağı Dunay, Padam və Hind-Qanqdır. Hər üçü ovalıqdır. Orta Sibir və Qviyana yayladır. Efiopiya yayladır. Qərbi Avstraliya və Anadolu yayladır. Tibet və Şərqi Afrika hər ikisi yayladır. Dendasyon düzənlikləri seçin. Dendasyon düzənlikləri deyəndə biz yaylaları seçməliyik. Bayaq izah elədik. Akkumulyativlər ovalıq olur, dendasyonlar yayla. Elə burada cavab A variantıdır. Çünki Braziliya, Qərbi Avstraliya və Dekan hər üçü yayladır. Volqa boyu, Almaniya, Polşa, Hind-Qanq hər üçü ovalıqdır. Xəzəryanı, Missisipi, Böyük Çin hər üçü ovalıqdır. Orinoco və La Plata ovalıqdır. E, Qərbi Sibir ovalıqdır. Cavab burada elə A variantı olur. Qədim dağ sistemlərini müəyyən edin. Karpat Alp qırşığına aid cavandır. Pamir Alp qırşığına aid cavandır. Ə, Elbrus Alp qırşığına aiddir, cavandır. Amma Appalaç, Kaledon Hertsin, Sayan, Kaledon Hertsin, Əjdaha, Kaledon Hertsin hər üçü qədim dağlardır. 200 metrə qədər dərinliyə əhatə edir. Söhbət su səthindən gedir. Səthi nisbətən hamar və az meyilli və əsasən materik mənşəli çökmə suxurlarla örtülmüşdür. Bu, okeanların ən dayaz yeri olan şelf düzənliklərinə aid olan fikirdir. Ən geniş zonası Şimal Buzlu okeandadır. Bəli, şelf düzənliklərinin, yəni materik dayazlığın ən geniş zonası Şimal Buzlu okeanda yerləşir. Geosinklarda yerləşən yaylalar, platformada yerləşən yaylalar. Geosinklar, yəni tavaların sərhəddində, platforma isə tavaların sərhəddindən uzaq. Meksika geosinklaldadır. Sakit Okean və Şimali Amerikan sərhəddindədir. Anadolu e, Ərəbistan, həmçinin Afrika ilə Avrasiyanın sərhəddindədir. İran da Ərəbistan və Avrasiyanın sərhəddindədir. Bunlar üçü də geosinklalda yerləşirlər. Braziliya, Gviyana və Orta Sibir isə platformada yerləşən düzənliklərdir. 1, 2, 5, 3, 4, 6 E variantı. Hansı dağlarda moren tirələri, təpələri və trop dərələri geniş yayılmışdır? Bunlar hamısı buzlaqların yaratdığı relyef formalarıdır. Biz burada buzlaşmaya məruz qalan bir ərazi seçməliyik. O da Avrasiyanın şimalındakı Skandinaviya dağlarıdır. Eksorasiya nəticəsində yaranan relyef formaları. Eksorasiya buzlaqların dağıdıcı fəaliyyətidir. Qobu müvəqqəti axınlardandır, düyün küləkdəndir, delta çaylardandır. Amma trok, sirk və kar buzlaqların yaratdığı relyef formalarıdır. Hansı ərazilər polderlər adlanır? Polderlər dəniz sahillərinin qurudularaq torpaq ərazilərə çevrilməsi prosesidir. Daha çox ərazisi kiçik olan ölkələrdə, məsələn, Niderlandda, Birləşmiş Ərəb Əmirliklərində polderlər daha geniş yayılmışdır. Polderləri yaratmaq üçün çoxlu bəndlər və kanallar çəkilərək dəniz sularından ərazi mühafizə olunur. Yəni dəniz suları qurudularaq torpaq əraziyə çevrilir. Buzlaq, akarsu, külək mənşəli müvafiq relyef formaları. Akarsu deyəndə burada yəqin ki, çaylar nəzərdə tutulur. Kar buzlaqdır, meandr çaydır, düyün küləkdir. Elə A variantı uyğun gəlir. Gətirmə konusu buzlaq deyil, çaydır. Kanyon çaydır, meandr çaydır. Hər üçü çaydır bunların. Delta çaydır, qobu müvəqqəti axındır, yarğan da müvəqqəti axındır. Estuari çaydır, düyün küləkdir, barxan küləkdir. Karst prosesidir, qobu müvəqqəti axındır, qum kürəsi isə küləkdir. Davam edirik 25-ci sualla. Müvafiq olaraq eksorasiya, yəni buzlaqların fəaliyyəti, eol, yəni küləklərin fəaliyyəti və çay eroziyası prosesləri nəticəsində yaranan relyef. Kar buzlaqdır, barxan küləkdir, kanyon çaydır. Elə cavab burada A variantıdır. Kar buzlaqdır, düyün küləkdir, eoldur, amma barxan da eoldur. Barxan burada sıranı pozur.
Təknəvari dərə buzlaqdır, terras çaydır, düyün küləkdir. Burada yerləri tərsinə verilib. Təknəvari dərə buzlaqdır, çay dərəsi çaydır, düyün küləkdir. Burada da yerləri tərsinə verilib. Morentirəsi buzlaqdır. E, Vadi bu suların yığılması prosesdə hər hansısa bir ərazidə, səhrada filan, bunun küləklə bir əlaqəsi yoxdur. Kanyon da çaydır. Cavab burada elə A variantı olacaq. Abraziya nəticəsində əmələ gəlmiş relyef. Abraziya dalğaların fəaliyyətidir. Dalğalar isə dəniz və okean sahilində olur. Yəni dəniz terrasını götürəcək. Trok buzlaqdır, barxan küləkdir. Karst qıfı karst prosesidir, yəni yeraltı axınlar. Morentirəsi də yenə buzlaqdır. Aşağıdakı relyef formalarından hansılar eksogen təsirlə formalaşıb? Qraben, eksogen deyəndə yəni xarici təsirlər, külək, buzlaq, yağış, temperatur fərqi, çay, bunlar eksogen proseslərdir. Tektonik sınma və qraben, qalxan, bunlar tektonik proseslərdir, yerin daxilində baş verir, yəni endogen, eksogen deyildir. Horst yenə endogen prosesdir. Burada qraben endogen prosesdir. Bundan başqa sahil xəttinin formalaşması qalxan, qalxan da endogen prosesdir. Bu platformalarda baş verir. Yarğan, müvəqqəti axınlar, barxan, düyün, külək, meandr isə çay. Bunlar hamısı eksogen, yəni xarici proseslərdir. Yan və dip eroziyanın növbələşməsi hansı relyef formasını əmələ gətirir? Yan və dip eroziya çaylarda baş verir. Çaylarda həm yana doğru, həm dibə doğru növbə-növbə ə, əgər eroziya növbələşərsə, pilləvari bir relyef forması yaranır. Buna da çay terrasları deyilir. Barxanlar adlanır. Səhralarda küləyin təsir nəticəsində yaranan qum təpələri. Belə cavab budur. Barxanlar oraq formasında olur. Bu formada külək bir istiqamətdən əsdikcə qum bir hissəsi qalxır və belə aypara formasında bir relyef qum təpəsi yaranır. Buna barxan deyilir. Litosfer taxtalarının divergent sərhəddində yerləşir. Mərkəzi hissəsində rift dərəsi yerləşir ki, burada suxuran yaşı daha cavandır, fəal seysmikliyə malikdir. Litosfer taxtalarının divergentində isə söhbət Orta Okean dağ silsilələrindən gedəcək. Onun mərkəzində rift dərələri yerləşir və fəal seysmik ərazilərdir. Burada Orta Okean silsiləsi cavabını seçirik. Hansı dağlar orta hündürlüklü dağlar hesab olunur? Alçaq dağlar 200 min metr arası olur. Orta 1000-2000, yüksək dağlar isə 2000-dən hündür. Qafqaz Alp 4807-dir, yüksək dağdır. Ant 6960 yüksək dağdır. Qafqaz 5600 yüksək dağdır. Kordilyer də 6194-dür, yüksək dağdır. Ural dağlarının hündürlüyü isə 1800 metrdir. Ona görə o, orta hündürlüklü dağ hesab olunur. Uyğunluq pozulmuşdur. Yəqin ki, burada verilən üç şeydə eyni xarici təsirlə baş verməlidir. Şırım, yarğan, qobu, üçü də müvəqqəti axınların yaratdığı relyef formalardır. Trok dərəsi karsik, üçü də buzlaqların yaratdığı relyef formasıdır. Barxan, düyün, qum tirəsi, üçü də küləyin yaratdığı relyef formasıdır. Kanyon, delta, gətirmə konusu, üçü də çayların yaratdığı relyef formasıdır. Kars qıfı, Kars prosesdə yeraltı sular, moren terası buzlaqdır, çay terası çaydır. Üçü də fərqlidir. Yəni burada uyğunluq pozulub. Ona görə cavab Y variantı olur. Qobu adlanır. Qobu quraq ərazilərdə müvəqqəti axarların əmələ gətirdiyi relyef formasıdır. Həmçinin Barxan və Şırım da onlardandır. Birinci Şırım formasında yaranır, bir çat kimi. Sonra dərinləşərək qobuya çevrilir ərazi. Sonra yarğana çevrilir üzr istəyirəm. Sonra isə qobuya çevrilir.
Eksorasiya, abraziya, defiliasiya. Eksorasiya buzlaqların fəaliyyətidir. Abraziya dalğaların, defiliasiya küləyin. Yeraltı suların süxurları dağıdıb yuması bu karst prosesidir. Heç birinə aid olmayacaq. Müvəqqəti axar suların yaradıcı fəaliyyəti bu da heç birinə aid olmayacaq. Buzlaqlar olur eksorasiya. Okean, dəniz və iri göllərin dalğaların fəaliyyəti olur abraziya. Küləyin fəaliyyəti olur defiliasiya. 1-ə 3, 2-yə 4, 3-ə 5. Cavab olur A variantı. Sxemdə verilmiş əlamətlər hansı dağlara aiddir? Sakit Okean odlu halqasına aiddir. Sakit Okean sahilində yerləşəcək. Burada dünyanın ən hündür vulkan zirvəsi yerləşir. Dünyanın ən hündür vulkan zirvəsi Lyulyakodur. Lyulyako. Bu da Ant dağlarında yerləşir. Quruda dünyanın ən uzun dağ sistemidir. Bəli, söhbət Ant dağlarından gedir. Otuz altıya baxdıqda. Yox, 36-ya baxmadım. Doğru fikri müəyyən edin. Düzənliklər mənşəyinə görə denudasiyon akkumulyativ olur. Bəli, elə doğru fikir budur. Faylı dağlar daha çox seysmik zonada yox, platformada olur. Faylı dağlar qoca dağlardır. Suxurların suda həll olub tərkibin dəyişərək dağılması fiziki yox, kimyəvi aşınmadır. Suxuranın kimyəvi aşınması arid ərazilərdə olur, yox. Daha çox humid ərazilərdə, rütubətli ərazilərdə olur. Arid quraq deməkdir. Qədim dağlarda zəlzələlər baş vermir. Xeyr, baş verir. Məsələn, Altay, Sayan, Tianşan qədim dağlardır, amma onlarda da zəlzələ baş verir. Çünki yenidən fəallaşıblar. 37-yə baxırıq. Eksorasiya, yəni buzlaqların fəaliyyəti, buzlaq, eol, yəni küləyin fəaliyyəti. Proseslərin nəticəsində yaranan morfoskulpturlar, yəni eksogen relyef forması deməkdir morfoskulptur. Müvafiq olaraq göstər. Karsik eksorasiyadır. Barxan düyün eoldur. Bəli, doğru olan budur. Karsik buzlaqla, barxan düyün küləklə yaranır. Karst Kars prosesidir, meandr çaydır. Gətirmə qonusu çaydır. Terrasda çaydır, Kars mağarası. Karsda yarğan müvəqqəti axındır. Qobu müvəqqəti axındır. Sirk buzlaqdır. Duyun küləkdir. Qobu müvəqqəti axındır. Moren tirəsi buzlaqdır. Klasteri tamamlayın. Qədim platforma üzərində yerləşir. Alluvial çöküntülərlə örtülüdür. Yəni söhbət çay çöküntülərindən gedir. Yayda şərqdən əsən mussonların təsirlə bol yağıntı alır. Mussonlar bir Avrasiyanın şərqinə təsir eləyir, bir də Şimali Amerikanın şərqinə. Bu qədim platformadır sözü. Bayaqki elə böyük düzənliklər var idi. Böyük Çin düzənliyi var idi elə birinci sualda. Ona aid olacaq və orada mussonlar təsir edir. Cavablarda da böyük Çin düzənliyini görürük. Anadolu yaylası şimaldan və cənubdan müvafiq olaraq hansı dağlara əhatə olunub? Bu Pont və Tavr dağlarıdır və yaxud Toros da deyilir Tavr dağlarına. Türkiyənin şimalında da Qaradəniz sahilində Pont, Aralıq dəniz sahilində isə Toros dağları, yəni Tavr dağları yerləşir. Aşağıda verilmiş xüsusiyyətlər hansı proseslərə aiddir? Gür yağışlar və qarların əriməsi nəticəsində baş verir. Seysmik hadisələr və təsərrüfat işləri zamanı bu proses daha da fəallaşır. Deməli, yağış yağır, torpağı yumşaldır, qar əriyir, onun suyu torpağı yumşaldır və yaxud zəlzələ baş verir, torpaq dağılır. Yüksək dağların çox meyliyə malik yamaclarında tez-tez baş verir, söhbət artıq sürüşmələrə doğru gedir. Əkin sahələrinə, yaşayış məntəqələrinə, yollara böyük ziyan vurur. Bəli, sürüşmələr, yəni dağların bir hissəsinin uçaraq sürüşməsi əkin sahələrinə, yaşayış məntəqələrinə zərər verir. Burada söhbət sürüşmə prosesindən gedir.
Mütləq hündürlüyü daha çox olan yayla. Ümumiyyətlə dünyanın ən hündür yaylası Tibet yaylasıdır. Mütləq hündürlüyü 6000 metrdən yüksəkdir. Amma zirvəsi olmadığı üçün dağ hesab olunmur. Karst prosesləri nəticəsində əmələ gəlmişdir. Bu yeraltı mağaralar formalaşır karst prosesi ilə. Bu da Sloveniyada yerləşən Balkan yarımadasında Postoyun mağarasıdır. Salpaserka Morentirəsidir, buzlaqla yaranır. Sobni fiorddur, buzlaqla yaranır. Menorka çimərliyi abraziya ilə yaranır, yəni dalğa ilə. Fetçenko buzlağı da buzlaqların fəaliyyətidir. Pamir dağlarında yerləşir Fetçenko buzlağı. Uyğunluğu müəyyən edin. Alluvial düzənliklərin yaranma səbəbi, moren və təpə və tirələrin yaranma səbəbi, alluvial düzənliklərin yaranma səbəbi çaydır. Moren təpə tirələrin yaranma səbəbi buzlaqdır. Barxan düyünün yaranma səbəbi küləkdir. Kanyon yaranma səbəbi yenə çaydır. Baxaq. Buzlaqların fəaliyyəti. Bu, moren təpə və tirələrə aid olacaq 2A. Relyefin çox meyilli və asan yuyulan suların üstünlük təşkil eləməsi bu kanyon yaradır. Yəni çay dağlıq ərazidən axarsa, həmin dağın da suxurları yumşaq olarsa, dağın suxurlarını yavaş-yavaş çay yuyur və dibə çökür. Yəni kanyon yaradır. Çay çöküntüləri toplanaraq alluvial düzənliklər yaradır. Eol prosesləri, yəni külək isə səhralarda barxan və duyumlar, yəni qum topaları yaradır. C, A, D, B. Elə A variantı. Xəritə sistemində rəqəmlərlə verilmiş ərazilərdən hansıları klasterdə verilmiş əlamətlərə aid etmək olar? Deməli, fiziki aşınma küləyin tərsinə çox məruz qalır. Deməli, ərazi səhralıq. Çünki fiziki aşınma daha çox quraq ərazilərdə baş verir. Eol relyef formaları səciyyəvidir. Bəli, külək prosesləri səhralarda daha çox gedir və platformada yerləşir. Bir, Appalas dağlarıdır. Bura səhra zonası deyil. 2, bura Laplato ovalının şərqi, Braziliya yaylasının cənub-şərqidir. Burada səhra zonası deyil. 6 səhra zonasıdır Avstraliyada, 4 səhra zonasıdır, 3 də səhra zonasıdır. Amma bizə burada nəyi seçməliyik? Daha çox hündürlüyü az olan ərazi. Məsələn, bura Qərbi Avstraliya yaylasıdır. Səhra zonasıdır, əslində götürə bilərik. Ərəbistan səhra zonasıdır, götürə bilərik. Burada Böyük Səhra, Liviya səhrası sərhəddidir. Buranı da götürə bilərik. Yəni cavab 3, 4, 6 olacaq. 5-i niyə götürmədik? Əslində 5 də quraq ərazidir, amma bura dağlıqdır. Burada Dəmavənd, Səhənd dağları yerləşir, həmçinin Əlbürz dağı. Yəni buralarda el proses güclü olmaz. Həm də bu ərazi geosinkronaldır, platformada yerləşmir. Savan qırışıq dağlara aiddir. Ural dağları qocadır, böyük sayıcı qocadır. Hər ikisi Kaledon Hertsin yaşlıdır. Cavan dağlar Alp yaşlı olur. Altay Kaledon Hertsində əjdahadır həmçinin. Kordilyer Mezozoydur, Sayan Kaledon Hertsin. Appalaç Kaledon Hertsindir. Kopetdağ Pamir Qafqaz isə Alp yaşlı dağlardır, cavan qırışıq dağlar hesab olunur. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliklər. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliklər yayla adlanır. Biz burada yaylaları seçməliyik. Mesopotamiya ovalıqdır. Orinoco ovalıqdır, Mississippi ovalıqdır. Qərbi Sibir ovalıqdır, Turan ovalıqdır, Hindqanq ovalıqdır. Anadolu, Efiopiya və Qibiyana isə hər üçü yayladır. Diyə baxırıq. Akkumulyativ düzənliklərdən səthi hamar, birinci, təpə və tirələrlə mürəkkəbləşmiş olan ikincini seçəcəyik. Yəni hamar düzənliklər və daha çox kələkötür, belə deyək, düzənlikləri biz burada seçməliyik.
Hamar düzənliklər dəniz çöküntüləri və çay çöküntüləri ilə yaranır. Yəni suyun əmələ gətirdiyi düzənliklər hamar olar. Küləyin bir yerə qum toplaması bu kərəkötür bir relyef yaradar. Buzlaqların da yaratdığı relyef kərəkötür olar. Çünki buzlaqlar ətraf əraziləri dağıdırlar parçalanan zaman. Ona görə 1-3-ə səthi hamar, 2-4-ə isə təpə və tirələrlə mürəkkəbləşmiş deyə bilərik. Yəni A variantında olduğu kimi. Dağların müvafiq gələn zirvələr. Atlasın zirvəsi, Afrikada yerləşən Atlasın zirvəsi Tuqqaldır. Skandinaviyada Qalxepikgendir. Alp dağlarında Monblandır. Pamir dağlarında isə Konqurdur. Bunlar həm də bu dağların ən hündür zirvələridir. 1-ə B, 2-yə A, 3-ə C, 4-ə D, E var. Venn diaqramında ştriklənmiş hissəyə uyğun gələn əlamətdir. Deməli, bizə akkumulyativ və dendasyon düzənliklər verib və yalnız dendasyon düzənliyə aid olan hissəni ştrikləyib. Yəni, biz burada yalnız dendasyona aid olan variantları seçməliyik. Yəni, yaylalara. Dağlıq ərazilərdəki süxurların aşınıb dağılması və alçaq yerlərə aparılması nəticəsində onların yerində yaranır. Bəli, yaylalar, dendasyon düzənliklər dağların yerində yaranır. Onlar zamanla parçalanan zaman. Yer qabuğunun çökək sahələrində suxurların toplanması səthin hamarlanması nəticəsində yaranır. Bu akkumulyativ düzənliklərə aiddir. Hind, Qanq, Kür-Araz, Ornoko ovalıqları bunlar akkumulyativ düzənliklərdir. Ovalıqlar akkumulyativ, yaylalar dendasyon olur. Həm platformada, həm də seismik zonada yerləşir. Bu hər ikisinə də aid ola bilər. Çünki məsələn, platformada yerləşən akkumulyativ düzənlik Turan ovalığı, geosiqnalda yerləşən Kür-Araz ovalığı. Platformada yerləşən dendasyon düzənliyi Qərbi Avstraliya yaylası, geosiqnalda yerləşən Anadolu yaylası. Yəni hər ikisinə aid edə bilərik. Gviyana, Meksika, Efiopiya kimi yaylalarsa, bəli, dendasyon düzənliklərdir. Burada cavab 1 və 5 olur. Şəkildə hansı proses göstərilmişdir? Gördüyünüz kimi burada dənizin təsiri ilə yavaş-yavaş suyun sahilə çırpılaraq qayaları parçalaması göstərilir. Bu abraziya prosesidir, yəni dalğaların dağıdıcı fəaliyyəti. Eksorasiya buzlaqdır, akkumulasiya bu çökdürülmə prosesidir, eol küləkdir, Karsda yeraltı axınlardır. Arid dendasyon relyef formaları müəyyən edir. Arid quraq deməkdir. Dendasyon da aşınıb parçalanma. Yəni səhralarda, quraq yerlərdə aşınıb parçalanmış ərazilər. Bunlar isə biz yarğan və qobları deyə bilərik. Yarğan və qoblar çökəklik formasında olurlar. Birinci şırın formasında yaranırlar. Ərazidən əvvəl hər hansısa bir su axır, sonrası həmin su quraqlıqdan quruyur və onun yerində bu relyef formaları yaranır. Karsi, Trog dərəsi, Moren dərəsi bunlar buzlağın yaratdığı relyef formasıdır. Gətirmə konusu isə çay yaradır. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kar və duyun. Kar buzlaqdan yaranır. Duyun küləkdən yaranır. Külək. Eol. Eol küləklər fəaliyyətidir. Eol relyef forması. Bu düyünə aid olacaq. Eksogen proseslər fəaliyyəti ilə yaranan morfostrukturdur. Bu hər ikisinə aiddir. Külək də, buzlaq da eksogen, yəni xarici proses hesab olunur. Eksorasiya isə buzlaqların dağıdıcı fəaliyyətidir. O da kara aid olacaq. 1-ə 3, 2-yə 1, 3-ə 2, C variantı. Sistemdə 3 fərqli məntəqədə sutkanın maksimum və minimum temperaturları verilmişdir. Buna əsasən məntəqələri fiziki aşınmanın intensivliyinin azalmasına görə sıralayın. Fiziki aşınma ən intensiv olur, gündüz və gecə temperatur arasındakı fərq böyük olduqda. Yəni biz burada ən intensiv kimi ən böyük temperatur fərqini seçməliyik. Sonra isə azalda getməliyik. 23 gündüz, 20 gecə. 3 dərəcə fərq var. Bu kiçik fərq hesab olunur.
32 gündüz, 2 gecə. 30 dərəcə fərq var. Bu böyük fərqdir. -4 gündüz, -11 gecə. Burada da 7 dərəcə fərq var. Bu da kiçik fərq hesab olunur. Ən intensiv gedəcək ikinci məntəqədə fiziki aşınma, sonra 3-də, sonra isə 1-də. 2, 3, 1 cavab D var. Suların fiziki aşınması hansı şəraitdə daha intensiv baş verir? Bunu bayaq dedik. Quru iqlim şəraitində sualıq temperatur amplitudunun yüksək olması. Sualıq temperatur amplitudu o deməkdir ki, yəni gün ərzində temperaturun çox dəyişməsi, çox isinməsi və çox soyuması. Üç yarımkürədə yerləşən ərazilər. Hər hansısa bir yerin üç yarımkürədə yerləşməsi üçün onu ya ekvator kəsməlidir, ya da Greenwich meridianı və yaxud 180 dərəcəli meridian da ola bilər, amma 180 dərəcəli meridian böyük ərazidə okeandan keçir deyə yəqin ki, ona aid bir şey olmayacaq. Amazon ovalığını ekvator kəsir. Həm şimala, həm cənuba, həm qərbə düşür. Turan ovalığını nə ekvator, nə Greenwich kəsmir. Orta Sibir yaylasını nə ekvator, nə də Greenwich kəsir. Atlas dağlarını Greenwich meridian kəsir. Ona görə də Atlas dağları şərqə, qərbə və şimala düşür. Şərqi Afrika əyalasını ekvator kəsir. Ona görə şimala, cənuba və şərqə düşür. Tyanşan dağlarını isə heç biri kəsmir. Burada cavab 1, 4 və 5 olacaq. Davam edirik 56-cı sualla. Kordilyer və Ant dağlarının oxşar fərqli cəhətlərini bizdən soruşur Eylelven dairəsi vasitəsilə. Aid olduğu materikin qərbində yerləşir. Kordilyer Şimali Amerikanın qərbindədir, Ant Cənubi Amerikanın qərbindədir. Yəni bu hər ikisinə aid. Cavan dağlardır. Kordilyerin əslində cavan hissəsi də var. Sahil sıra dağları, Ant bütövlükdə cavandır. İndi bunu götürə də bilər, götürməyə də bilər. Bunu hələ ki saxlayalım. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Hər ikisində var. Kordilyerdə Orizaba, Kolima, Popocatépetl, Taxamunko, Mamatombo, Reynir, Şasta. Antda isə Ruiz, San Pedro, Cotopaxi, Lilialyako kimi vulkanlar var. Yəni bu hər ikisinə aid. 4 niyə yazdım bura? 3. Qərb yarımkəsinin ən uca dağı Ant dağlarıdır. Mütləq hündürlüyü 6960 metr olan Aconcagua zirvəsi burada yerləşir. Kordilyerdə isə bu hündürlük 6194 ilə McKinley və ya Denali dağıdır. Qərb yarımkürəsinin ən uca dağıdır dedik. Şərq və qərb silsilələri arasında Böyük Hövzə, Meksika yaylası, Colorado platosu bunlar hamısı Kordilyer dağlarının içərisində yerləşir. Deməli, bu cavan dağlardır, sırf anda aid edib. Çünki Kordilyerin bir hissəsi Mezo erasında yaranıb, cavan hesab olunmur. 1-ə 5, 2-yə 2, 4, 3-ə 1, 2. Yox, ikisini də götürüb C variantında. 2-ni buradan silək. Buraya yazaq. İkisini də götürüb. Əslində tam dolğun bir variant deyil bu. Çünki Kordilyerin cavan hissəsi də var, orta yaşlı hissəsi də var. Bütövlükdə Kordilyer yazıb bura. Bizə məsələn qərbi Kordilyer yazsaydı, sahil silsilə kimi götürüb bütöv cavan götürə bilərdik. Amma Kordilyerin qayalı hissəsi var ki, o hissə cavan hesab olunmur. Yəni bunu məncə dolğun yazmayıblar. Şerf düzənliklərinə aid olan xüsusiyyətlər. Şerf düzənlikləri okean sahillərində materik tipli yer qabığında yerləşirlər və 200 metrə qədər dərinlikləri olur. Görək bunlara nələr aid olacaq. Materiklərin sualtı kənarlarında yerləşir. Bəli, sahil silsilədə yerləşirlər. Şerf düzənliklərinə materik ətəyi düzənliyi də deyirlər. Xeyr, materik ətəyi şerf düzənliklərindən sonra gəlir. Materik dayazlığı deyilir şerf düzənliklərinə. Yer səthinin sahəsini yarıdan çoxmu tuturlar? Xeyr, təbii ki, doğru fikir deyil. 1000-2000 metr dərinlikləri əhatə edirlər. 200 metrə qədər olur şerf düzənlikləri. Şerf düzənliklərində qədim çay dərələrinə və buzlaq relyeformlarına rast gəlmək mümkündür. Bəli, çayların töküldüyü yerlər və buzlaqların fəaliyyəti də tarixən
materik sahələrdə olub deyə, ona görə şelf düzənliklərdə bunlara rast gəlinir. Meyilliyi az olmaqla əsasən akkumulyativ mənşədə, bəli, bu da doğrudur. Meyillik azdır, yəni hündürlüyü azdır. Burada cavab 1, 5 və 6 olur. Daha az hündürlüyə malik dağlar. Pamir dağları 7000 metrdən hündürdür. Ural dağları 1800, Appalaç 2000, Altay 4000, 4000. Bu Beluxa dağı 4500'dür səhv eləmirəmsə, ya da 4100. Yəni buna 4000 plus qoyaq. Kordel dağlarda 6194'də 6000 plusdur. İndi burada daha az deyirsə biz Ural və Appalaçı götürəcəyik. Qədim dağlardır həm də. Belə suallarda ümumiyyətlə çalışıb qədim dağları götürmək lazım. Fiordlar adlanır. Fiordlar buzlaqların fəaliyyəti nəticəsində sahillərdə yaranmış dar körfəzlərdir. Görək buna hansı variant uyğun gələcək. Ə, Hündür sahillərə malik ensiz və sıldırımlı körfəzlər. Bəli, bunu götürə bilərik. Bu istehsal prosesi nəticəsində mədənlərin kənarında toplanmış tullantılardan ibarət təpələr. Bunlar terrikon təpələrdir. Tropik enlilərin dəniz sahilində qabarma çəkilmənin təsiri altında formalaşan meşələr. Bunlar manqır meşələrdir. Əhali tərəfindən çoxsaylı bəndlər və kanallar çəkilməsi yolu ilə dəniz sularına mühafizə olunan ərazilər. Bunlar da polderlər. Yer qabının sınıb aşağı çönmüş faylar əhatə olmuş hissəsində qrabendir. Növbəti suala baxırıq. 60-cı sual. Xəritə sxemində işarələnmiş ərazilərə uyğun gələn əsas relyef formaları. Deməli, burada nələr ola bilər? Bura səhra zonasıdır. Burada küləyin fəaliyyəti çox olar. Bura da səhra zonasıdır. Bura böyük səhradır. Bura Qaraqum Qızılqumdur. Bura Avstraliyanın səhrasıdır. Böyük Viktoriya, Böyük Qumlu. Bura Atakama səhrasıdır. Burada Namib səhrası. Səhralarda daha çox küləyin fəaliyyəti hiss olunur. Yəni burada biz qum təpələri, Barxan və Duyunu götürməliyik. Moren buzlaqdır, kanyon çaydır, sirk buzlaq. 2, 3, 4. Morfostruktur və morfoskulptur. Morfostruktur endogen, yəni daxili qüvvələrin təsirinə yaranan böyük relyef formalardır. Morfoskulptur isə eksogen, yəni xarici qüvvələrin təsirindən formalaşan nisbətən kiçik relyef formalardır. Dərinsulı okean novu, bəli, endogendir, litosfer tavalarının hərəkəti ilə yaranır. Çay dərəsi də eksogendir. Doğrudur. Yəni çay xarici təsirdir. Bizdən yanlış istəyir. Dağlıq yayla. Dağlıq yayla bu endogen hesab olunur. Kars qıfı da xarici prosesdir. Ona görə bu da doğrudur. Vulkan endogen tektonik proseslərlə yaranır. Trop dərəsi buzlaqla xarici təsirlə yaranır. Bu da doğrudur. Orta okean dağ silsiləsi litosfer dağların ayrılma sərhədində formalaşır. Endogendir. Yarğan müvəqqəti axındır. Eksogendir. Moren dərəsi buzlaqdır. Eksogendir. Barxan küləkdir. Eksogendir. Bunun hər ikisi eksogendir. Burada endogen yoxdur. Ona görə cavab E variantı olur. Padanovalığın Kür Arazı varlığı oxşar xüsusiyyəti. Yəqin ki, geosignalda yerləşməsi olacaq. Padanovalığı Alp dağları ilə Apelin yarımadasının arasında geosignal ərazidədir. Afrika və Avrasiya dağlarının toqquşduğu zonada. Kür Arazı isə Ərəbistan və Avrasiya dağlarının toqquşduğu zonadadır. Yəni geosignal qurşaqda yerləşməz. Dünya okeanına birbaşa çıxışı yoxdur. Padanın var, Kür Arazın yoxdur. Cavan platformada heç biri yerləşmir. Buzlaq relyef forması heç birində yoxdur. Qədim dağlar əhatə olunub, hər ikisi cavan dağlarla əhatə olunub.
63. El-Evren diaqrazmasına uyğundur. Himalay və Ural dağların oxşar fərqli cəhətləri. Himalay cavan dağdır, Ural qədim dağdır. Seysmik zonada yerləşən qırışıq dağdır. Yəni söhbət burada cavan dağdan gedir. Himalaya götürürük. Qədim dağdır, Ural. Avrasiya materikinə aid olub şimal və şərqdə yerləşir hər ikisi. 1-ə 1, 2-yə 2, 3-ə 3. E variantı. Kordilya dağ sisteminə aid olan silsilələrdən deyil. Kaskad dağları var. Qayalı dağlar var. Sahil silsiləsi var. Sierra Nevada Meksika ərazisində var. Appalat isə ayrıca bir dağdır. Şimali Amerikanın şərqindədir. Kordilya isə Şimali Amerikanın qərb hissəsində. Yaşca da Appalat Kordilyadan daha qədimdir. Baxırıq 65-ci suala. Dekan yaylası, Mississippi ovalığı, Amazon ovalığı, Turan ovalığı. Dendasyon olan yaylı olur, yəni dekan. Akkumulyator olan ovalığı olur, yəni digər qalan üçü. Deməli, birinciyə sadəcə bir aid olsun, üçü bir yerdə olsun, C variantı. Sxemdə verilmiş əlamətlər okean dibinin hansı relyef formasına aiddir? Az meyli səthi qalın çökmə suxurlarla örtülmüşdür. Yəqin ki, bu şef düzənliyi və ya materik dayazlığı olacaq. Bəli, 200 metrə qədər dərinliyi var. Materik dayazlığı da adlanır. Elə burada materik dayazlığı yazıb onsuz da. Bunun nə mənası var idi, mən başa düşmədim. Cədvəldə 5 fərqli dağın, yamacının meyilliyi və illik yağıntı miqdarı verilmişdir. Yalnız bu şərtlər nəzərə alınarsa, torpaq sürüşməsi baş vermə ehtimalının daha az olduğu yamaç. Torpaq sürüşməsinin baş verməsi üçün yamaç çox meyilli olmalıdır və yağıntı da çox yağmalıdır. İndi bizdən az istəyirsə, yamaç az meyilli olacaq, yağıntı da az yağacaq. 36% böyük meyillikdir, yağışda kifayət qədər var. 12% azdır, yağış da azdır, 210-da, elə cavab bu olacaq yəqin ki. 25% yüksəkdir, 750 mm yağışda yüksəkdir. 18% və 27% də 12%-dən yüksəkdir. Yağıntılar da 210-dan çox. Burada ən az ehtimal ikinci məntəqədə. Cavan platforma üzərində yerləşən allüvial çöküntülərlə örtülü olan düzənlik. Cavan platforma 3 dənədir. Qərbi Sibir, Turan ovalığı və Ön Qafqaz. Burada da bizə Qərbi Sibir verib. Allüvial çöküntülərdə buradan keçən Ob çayı aid edə bilərik. Həmçinin Yeniseyində bir neçə qolu buradan keçir. Hansı ovalıqda geotermik pillə daha kiçikdir? Geotermik pillə geosignal ərazilərdə kiçik olur. Biz burada geosignalda yerləşən ovalığı seçməliyik. Bu da elə bizim özümüzün Küraraz ovalığı olacaq. Padan ovalığının Küraraz ovalığından fərqli xüsusiyyət. Aha, bayaq oxşarı deyildi, indi fərqli deyir. Okeana birbaşa çıxışın olmaz. Padan ovalığının Adriatik dənizindən birbaşa çıxışı var. O da Dünya okeanının bir parçası hesab olunur. İkisi də geosignaldadır. İkisinə də antropogen təsiri, yəni insan təsiri var. İkisi də çaylar çöküntülərini örtülüdür. Padanda Po çayı, Kürarazda Kür və Araz çayları. Cavan dağlar əhatə olunub. Bəli, Alp dağları və Qafqaz dağları hər ikisinə aiddir. Appalas dağlarının səciyyəvi xüsusiyyətləri. Appalas dağları Kaledonda yaranan qədim dağlardır. Görək buna nə aid olacaq. Neotektonik yox, paleotektonikdir. Çünki qədimdir. Neo yeni deməkdir. Güclü parçalanmaya məruz qalmışdır. Bəli, zamanla parçalanıb, aşınıb, kiçilib. Ən yüksək zirvəsi 2000-dən hündürdə yerləşir. Bəli, Mitchell dağının hündürlüyü 2037 metrdir. 2000-dən hündürdür. Alp qırşığında yaranmış cavan dağlardır. Xeyr, qədimdir. Paleozoikasda yaranıb, bəli, Kaledon Hertsində yaranıb. Aid olduğu materikin ən hündür dağıdır. Xeyr, Şimali Amerikanın ən hündür dağı Kordilyerdir. Buna cavab 2-3-5 A variantı olur. Mütləq hündürlükləri daha çox olan qədim dağlar. Gəlin baxaq. Yəqin ki, burada yenidən cavanlaşanlar olacaq. Ural 1800, Skandinaviya 2400. Bunlar az olur.
Əjdaha 3000 metrə yaxındır. Böyük sahəcik 2000-dir. 2200. Bunlar da az olar. Appalas 2000-dir. Ural 1800. Böyük sahəcik 2200-dür. Appalas 2000. Amma Tianşanın hündürlüyü 7000-dən yüksəkdir. Altayda 4000-dən yüksək. Yəni bunlar qədim olsa da daha hündürdür. Çünki yenidən fəallaşmış dağlardır. Hansı dağlar Paleozoy erasında yaranıb? Kopetdağ Cavan, Kaynazoyda, Qafqaz Cavan, Alp-Ant Cavan, Pamir Cavan. Böyük su ağacının Ural isə Kaledon Hertsində yaranmış, Paleozoy erasında yaranmış qədim dağlar. Ant dağları haqqındakı fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Ant dağları Cənubi Amerikada yerləşir. Cənubi Amerika və Nazca litosfertanın toqquşmasından yaranıb. Doğrudur. Fəaliyyətdə olan və sönmüş vulkanlara rast gəlinir. Bəli, Chimborazo sönmüş vulkandır. Lülya, San Pedro, Ruiz, Cotopaxi fəaliyyətdə olan vulkanlardır. Litosfer dağlarının divergent yox, konvergent, yəni toqquşma zonasındadır. Qədim faili yox, cavan, qırışıq dağlardır. Doğru, doğru, yanlış, yanlış. Cavab A variantı. Davam edirik. 75-ci sual. Gilli suların üstünlük Gilli suların üstün olduğu səth üzərində şəbəkə şəkilli çatlar formalaşır ki, bunlar da takırlar adlanır. Takırlar quraq ərazilərdə gilli sular üzərində yer səthinin çat-çat formada olmasıdır. Kar buzlaqdır, fiord buzlaqdır, sirk buzlaqdır, polderlərdə suların qurudulmasıdır. Buna aid yox. Layiq deyil. 76-cı suala baxırıq. Tian dağlarına aid olan xüsusiyyət. Aid olduğu materikin ən uca zirvəsi. Xeyr, Avrasiya materikinin ən uca zirvəsi Himalay dağlarındadır, Everest. Divergent sərhəddə yerləşir. Nə divergentdədir, nə də konvergentdə. Qafqaz dağlıq sistemi ilə eyni yaşdadır. Xeyr, Qafqaz cavandır, Tian qədimdir. Kaynozoyda təkrar fəallaşıb. Bəli, Tian, Altay, Sayan bunlar təkrar fəallaşıblar. Kimmerdə yox, Kaledon Hertsində yaranıb. Pangeya qurusu hansı proses nəticəsində Lavrasiya və Qondvanaya parçalanmışdır? Təbii ki, litosfer tavalarının hərəkəti nəticəsində. Fiziki aşınmanın intensiv getdiyi ərazilərdə geniş yayılmış eol relyef formaları. Eol yəni küləyin yaratdığı relyef, fiziki aşınma səhrada olur. Burada biz qum topaları olan Barxan və Duyunu götürəcəyik. Qərbi Sibir düzənliyi hansı xüsusiyyətinə görə Mesopotamiya ovalığı ilə oxşardır? Cavan platformada yerləşir. Qərbi Sibir, bəli, Mesopotamiya qədimdir. Neft qazla zəngindir, bu ola bilər. Fəaliyyətdə olan vulkanlara malikdir, heç birində yoxdur. Geosignaldadır, ikisi də platformadır. Dendasyondur, ikisi də akkumulyativdir. Yəni ovalıqdır ikisi. Burada neft qaz ehtiyatı ilə zəngindir'i götürəcək. Hansı düzənlikdə geotermik pillə daha kiçikdir? Geotermik pillə geosignal ərazilərdə kiçik olur. Burada da geosignalda yerləşən düzənlik Padan ovalığıdır. Apenin yarımadasının şimalında. Uyğunluğu müəyyən edin. Meridian və paralellər kəsdiyi relyef vahidi. Qrinviç meridianı kəsir Atlas dağları. Ekvator xətti kəsir Şərqi Afrika yaylasını. Şimal tropiki kəsir Kordilyer dağlarını. Cənub tropiki də kəsir Böyük Su Ağrısı dağları. 1-ə B, 2-yə C, 3-ə A, 4-ə D, C variantı. Kordilyer dağlarında hansı hissə geoloji cəhətdən daha cavandır? Sahil silsiləsi Alp yaşlıdır. Şərq hissəsi və mərkəz hissəsi daha çox Mezozoy yaşlıdır. Digər variantlar onun mərkəz və şərq hissəsində yerləşir. Sahil hissəsi ona görə cavandır ki, orada Sakit Okean və Avrasiya tavalarının toqquşduğu zonadır. 80-ə baxırıq. Uyğunluğu müəyyən edin. Su erozyon və akkumulyativ relyef formaları.
Bu çaylara aid olacaq. Su erozyon akkumulyativ. Arid dendasyon bu yəqin ki, küləyə aid olacaq və yaxud müvəqqəti axın da ola bilər. İkisi də ola bilər. Külək və ya müvəqqəti axın. Müvəqqəti. Vulkanik relyef forması da buna indi baxarıq. Görək bizə variantlarda nə verəcək. Dendasiyaya uğramış lakkolitlər. Lakkolitlər vulkanlara aid olan bir elementdir. Yəni burada səthə çıxmış vulkanik suxurların bir müddət sonra soyunması nəticəsində yaranır. Lakkolitlər bu vulkanik olacaq. Gətirmə konusunu çay yaradır. Bu birinciyə aid olacaq. Gilli karstlarda quraq iqlimdə yaranır. Bu da arid tendasiyaya aid olacaq. 1-ə B, 2-yə C, 3-ə A, E variantı. Sxotalin dağlarına aid xüsusiyyət. Sxotalin Avrasiyanın şərqində yerləşən dağ sistemidir və Mezoy yaşlıdır. Elə burada da yazıb. Mezoy erasında yaranmışdır. Yəni Kimmer qırışığı. Appalaç dağlarına aid olan xüsusiyyət. Gəlin bu səhvləri də deyək. Ant dağlıq sistemi ilə eyni yaşdadır. Xeyr, bu Mezoydur, Ant-Arkt. Cənubi Amerikada yox, Avrasiyada yerləşir. Materikin ən uca zirvəsi Everest. Divergent sərhəddədir, heç bir sərhəddə deyil. Appalaç dağlarına aid xüsusiyyət. Appalaç Şimali Amerikada yerləşən qədim dağdır. Hindiquş dağlıq sistemi eyni yaşdadır. Xeyr, Hindiquş cavandır. Kaynozoyda təkrar fəallaşan 6 ay sayan Tian-Şandır. Paleozoy erasında yaranmışdır. Bəli, Kaledon Hertzində yaşlıdır. Aid olduğu materikin ən uca zirvəsi Kordilyerdədir. Divergent sərhəddədir, heç bir sərhəddə deyil. 86. Uyğunluq pozulmuşdur. Gəlin bax. Sirklər dağlarda buzlaq dərəsinin yuxarı qurtaracağını qapayan amfiteatr şəkilli çökəklikdir. Bəli, bu doğru fikirdir. Sirklər buzlağın fəaliyyəti ilə yaranır və amfiteatr şəkilli çökəklikdir. Qobular yarğanın son mərhələsində yaranan dibi kol və ot bitkiləri ötürən dərin dərələrdir. Bəli, müvəqqəti axınların yaratdığı qobular birinci şırım olur, sonra yarğan, sonra qob. Bedrentlər səhra və yarımsəhralarda gilli torpaqların eroziyası nəticəsində formalaşan əkinə yararsız ərazilərdir. Bəli, bedrentlər ümumiyyətlə arid ərazilərdə olan yararsız torpaqlar. Kars qıfları uca dağlardakı buzdaqların dərələrlə aşağı hərəkət edərək yaratdığı təknəvari dərələrdir. Xeyr, təknəvari dərə özü ayrıca bir relyef formasıdır. Buzdaq fəaliyyətindən yaranır. Kars qıfı isə yeraltı axınlarla yaranır. Karst prosesləri. Sürüşmələr dağ yamaclarında su keçirməyən gilli suxurların islanmış səthi üzərində su keçirən qumlu, çınqıllı lay qatının islanaraq aşağıya doğru hərəkət prosesidir. Bəli, bu da doğru fikir olur. Cavab olur D variantı. Kordilyer dağlarında yerləşən plato və yaylalardan deyil. Meksika yaylası Kordilyerdədir. Böyük hövzə Kordilyerdədir. Kolorado platosu Kordilyerdədir. Kolumbiya Kordilyerdədir. Amma Patagoniya Cənubi Amerikadadır. Kordilyerdə yox, Ant dağlarının davamıdır. Bu Kolumbiya yazaraq tam olaraq nəyi nəzərdə tutur bilinmir. Çünki Kolumbiya çayı var Kordilyerdə, amma Kolumbiya yaylası və ya platosu dərsliklərdə belə bir yer adı keçmir. Turan ovalığı hansı xüsusiyyətinə görə Mississippi ovalığına oxşardır? Gəlin baxaq. Cavan platformada Turan Mississippi qədimdir. Neft-qaz ehtiyatına malikdir. Bu olar. Şimal və şərqdədir, Mississippi qərbdədir. Günəşin zenitdə olma prosesi baş verir heç birində. İkisi də tropik xəttdən şimaldadır. Dendasyondur, xeyr, ikisi də akkumulyativ. Yəni neft-qaz olacaq. 89-cu suala baxırıq. Günəş hansı
ərazilərdə il ərzində günorta vaxtı üfüqün həm şimal, həm də cənub tərəfinə görünə bilər. Deməli, həmin ərazi tropik işıqlanma qurşağındadır, yəni 2-23,5-in arasında. Efiopiya olar. Ekvator xəttinin biraz üstündədir. Amazonu ekvator xətti kəsir. Qviyana da biraz üstündədir. Elə A variantı olacaq. Burada Meseta yaylası Pireneydədir. Mümkün deyil tropikdə yerləşməsi. Nallar burada həmçinin Avstraliyanın cənubunda mülayim işıqlanmaya düşür. Hind qanq da əslində qanq bu Hind çayını falan kəsir şimal tropiki. Ona görə bu biraz şübhəlidir. Buna deyə bilmərik. Kap dağları mülayimdədir, Patagoniya mülayimdədir, Orta Sibir həm mülayimdə, həm qütbdədir. Sayan dağları, Orta Rus yüksəkliyi, Padanova mülayim işıqlanmadadır. Ornoko tropikdədir. Kaskad dağları isə Kordilyerdə mülayimə düşür. Lavrentiyada həmçinin. Dağların zirvələrini düzgün verdiyi sıra. Tuqqal Atlasın zirvəsi. Doğrudur. Çoqori Qaraqorumdur. Bəli, doğrudur. Çoqori dünyanın ən hündür ikinci zirvəsidir. Konqur Pontun yox, Pamirindir. Mitchell Alpın yox, Appalaçındır. Dəmavənd Elbrusundur. Doğrudur. Xəzərin cənubunda. Qalxıbirgin Karpatın yox, Skandinaviyanın. 1, 2 və 5 B variantı. Akkumulyativ relyef formasını müəyyən edin. Akkumulyativ, yəni çökdürülmə. Burada biz gətirmə konusunu seçə bilərik. Çayların gətirdiyi çöküntülərlə yaranır. Digərləri kar və təknəvardərə, buzlağın dağıcı fəaliyyətdir. Vulkan heç cürə akkumulyativ ola bilməz. Petrellər də həmçinin. 92. Alfa AP'nin dağlar arasında yerləşən var. Bunu bugün 4-5 dəfə demişik. Padanov alğıdır. Böyük hövzə Kordilyer dağlarında yerləşir. Mərkəzi Kordilyerdə. Alp Himalay dağı quşağında yerləşən dağlardan deyil. Tavr Türkiyədədir, düşür. Karpat düşür, Avropadadır. Hindukuş Alp Himalaydadır. Kopet dağı da həmçinin. Böyük Xinqan isə Hertzin yaşlıdır. Ona görə Alp Himalaya düşmür. Qədim dağ. Su erozyon və akkumulyativ relyef forması çayın yaratdığı relyef demək istəyir. Bu da gətirmə konusu olacaq. Düyün küləkdir, kar durub buzlaqdır, barxan yenə küləkdir. Davam edirik. Hansı düzənlik okean səviyyəsindən aşağıda yerləşir? Dekan yayladır. Aşağıda ola bilməz. Hündürlüyü 500 metrdən çox. Orta Sibirdə yayladır, Braziliyada yayladır, Qobidə yayladır. Amma Xəzəryanı ərazi -27 metr çökəklikdə yerləşir. Yəni okean səviyyəsindən aşağıda. Arid dendasyon relyef formaları bu yəqin ki, yarğan və qobu olacaq. Bəli, E variantında. Yarğan qobudur, yəni quraq şəraitdə yaranır bu relyef forması. Arid dendasyon, arid quraq deməkdir. Xəritə sxeməsindən qədim dağları müəyyən edin. 1 Appalaçdır, qədimdir. 3 Antdır, cavandır. 4 Kapdır, qədimdir. 5 Atlasdır, cavandır. 2 Qafqazdır, cavandır. 6 Böyük su ayırıcıdır, qədimdir. 1, 4 və 6. Nival buzlaq relyef formaları, yəni buzlaqların fəaliyyətindən yaranan eksarasyon relyef formasını seçəcəyik. Karst elə karst prosesindən yaranır. Barxan düyün küləklə, yarğan qovu müvəqqəti axından, meandr delta çayla, buzlaqla yaranan karlar və sirklərdir. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Tibet yaylası, Tian Shan və Kunlun dağları ilə əhatələnir. Aha, Himalayın yəni biraz üstündə. Qədim platformada yerləşməsinə baxmayaraq zəlzələ müasir davamgəlmə zonalarına aid edilir. Asiyanın ən alçaq ərazilərindən olan Turfan çökəkliyi burada yerləşir. Biz burada seçəcəyik Tarim çökəkliyi. Tarim çökəkliyi Tibet, Tian Shan, Kunlun dağları arasındadır.
Turfan çökəkliyi də orada yerləşir və dağ gəlmə zonasına düşür, yəni geosignal əraziyə düşür. Turan Xəzər sahilindədir, Qobi Çin ərazisindədir, Üstyurt Qazaxıstan ərazisindədir, Turqay da Talimdən biraz şimalda. Doğru olmayan sıra. Eksogen proses morfos klub. Yəni xarici proseslə yaranan relyef forması. Buzaqların fəaliyyəti kar doğrudur. Dalğanın fəaliyyəti Terikon təpə yanlışdır. Terikon təpə insanların faydalı qazıntı çıxaran zaman faydalı qazıntını boş süxurun içərisindən çıxarırlar. Boş süxurlarda toplanır hər hansısa bir yerdə Terikon təpələr yaradır. Bu yanlışdır. Küləklərin fəaliyyəti düyün doğrudur. Yeraltı suların fəaliyyəti mağara doğrudur. Buzaqların fəaliyyəti qobu yanlışdır. Qobu müvəqqəti axınlarla arid quraq ərazilərdə formalaşır. 102-yə baxırıq. Qədim dağlardan hansı Kaynozoyda təkrar fəallaşır? Bu dağ 3 dənədir. Altay sayan Tiyaşan. Burada da Altayı verir. Verilmiş dağ zirvələri mütləq hündürlüklərinə görə azalan sırayla düz. Deməli, Aconcagua 6960-dır. Səməni piçi 7400-dür. Quyruğu onu əzbərləmirəm mən. Yəni 7400-dən öndürdür. Kilimanjaro 5895-dir. Vinson Massive Antarktidada 4000 plusdur. McKinley Şimali Amerikada Kordilyerdə 6194-dür. Mont Blanc 4807-dir Alp dağlarında. Burada azalan sıra deyirsə, ən hündür Aconcagua Ant dağları, sonra yox, ən hündür Səməni piki oldu. Səməni piki 7400, sonra Aconcagua, sonra McKinley, yəni 215, sonra Kilimanjaro, sonra Vinson, sonra da Mont Blanc. Vinson massivi 5000-dən hündürdür. 5000 plus eləyir. Antarktidada yerləşir və orta hündürlüyünə görə Antarktida dünyanın ən hündür materikidir. Orta hündürlüyünə görə. Ən hündür yerinə görə yox. Qrafikdə verilən hündürlüklərin müvafiq olaraq hansı dağlara uyğun gəldiyini müəyyən edin. Deməli, 1 2000-dən biraz aşağıdır. Yəqin ki, 1800 bu Ural dağları ola bilər. 2 5500-dən biraz yuxarı. Yəqin 5600 Qafqaz dağları olacaq. 3 7700 oxşuyur. Bu da Kongur, Pamir dağları ola bilər. Dördüncü də 2000-dən biraz yuxarıdır. Bu da Kostyuşko, böyük su ayırıcı dağlar ola bilər. Cavab C variantı olacaq. Appalasdan başlaya bilməli. Appalas 2000-dən hündürdür. 2037-dir. Birinci 2000-dən aşağı olmalıdır. Krımla başlamaq olardı. Amma Alp 5600 deyil. 4800-dür. Karpat ümumiyyətlə 2600-dür. 1800-dən başlaya bilməli. Altay da 4000-dən hündürdür. Karpatın ən yüksək zirvəsi Gerlachovski dağıdır. Sxemdə 5 fərqli məntəqədə sutkanın maksimum minimum temperaturu verilmişdir. Buna əsasən hansı məntəqədə fiziki aşma daha intensiv? Hansı məntəqədə gündüzlə gecə arasında temperatur fərqi daha böyüksə, orada fiziki aşma daha güclü olur. Burada 3 dərəcədir, burada 28 dərəcədir, burada 6 dərəcədir, burada 5 dərəcədir, burada 8 dərəcədir. Ən çox fərq B variantındadır. Ona görə fiziki aşınma ən güclü orada gedir. Fiziki aşınma gündəlik temperatur fərqindən yaranır. Gündüzlər suxurlar böyüyür, gecələrsə daralırlar. Nəticədə bir müddət sonra suxur parçalanır. Qonşu ölkə arasında təbii sərhəd rolunu oynayan dağlar. Kap bütövlükdə Cənubi Afrika Respublikasındadır. Ural bütövlükdə Rusiya
ərazisindədir. Ona görə bunları götürə bilmərik. Verxayanski bütövlükdə Rusiya ərazisindədir. Qafqaz elə məsələn Rusiya ilə Azərbaycan arasında sərhəd təşkil edir. Qaraqorum dağları Pakistan, Əfqanıstan, Hindistan ərazisindədir. Kopet dağ da Türkmənistan və İran arasındadır. 2, 3 və 5. 107-ci sual nəsə çox böyükdür. Onu biraz balacalaşdırırıq. Deyir ki, uyğunluğu müəyyən et. Arid dendasyon, nival, buzlaq. Arxana deyir arid dendasyon. Olar. Arid dendasyon quraq ərazilərdə olur. Arxan səhrada küləklə yaranır. Olar, amma karstik buzlaqdır. Bu olmaz. Arid dendasyona fyord deyir. Fyord buzlaqla yaranır. Bu da olmaz. Arid dendasyonu altiplano deyir. Altiplano Ant dağlarında hündürlüyü 4000-dən çox olan hündür amma quraq dağlıq zonadır. Arid dendasyon ola bilər. Kəllə Qənd bu Qviana yaylasındakı masavari dağlardır. Bunu da bəlkə götürə bilərik. Nival buzlaq yarğan deyir. Xeyr, bu tamamilə səhvdir. Yarğan quraq ərazilərdə olur. Arid dendasyona yarğan qobu deyir. Bəli, hər ikisi quraq ərazidə olur. Nival buzlağa Turop dərəsi karstik deyir. Hər üçü buzlaqla olur. Cavab elə D variantı olacaq. Arid dendasyona sirk deyir. Sirk nival buzlaqdır. E variantı da səhvdir. Sualın biri qalmış aşağıda. Qırışıq faylı dağlar. Qırışıq dağlar cavanlardır, faylılar qocalardır. Elə A variantında Qafqaz Pamir cavandır, Kap Ural qocadır. Altay çayının hər ikisi qocadır, Əjdaha Kap qocadır, Appalaç Ural qocadır, Kordilyer sahil sən götürmək olar, amma Ant dağları cavandır, faylı da olmaz. 109-cu sualla davam edirik. Çilinin cənub, Kanadanın Sakit Okean və Norveçin sahilləri üçün oxşar xüsusiyyət. Kanada və Norveç və Çili deyirsə, bu fiord tipli sahillər olacaq. Xəritəyə də baxsaz görərsiniz ki, hər üç ölkənin sahilləri belə, necə deyim, hmm, çıxıntı-çıxıntı, kiçik-kiçik çıxıntılar formasındadır. Bunlar da dərin, amma dayaz körfəzli olan fiordlar demək. Eyler-Venn diaqramında şəkillənmiş hissəyə uyğun gələn əlamətlər. Dendasyon akkumulyativ düzənliklərdən yalnız akkumulyativə aid olanları soruşur. Dağlıq ərazilərdəki süxurların aşınıb parçalanıb dağılması, alçaq yerlərə aparması nəticəsində yaranır. Bu dendasyon düzənliklərdir. Yer qabığının çökək sahələrində süxurların toplanması nəticəsində bu akkumulyativ düzənliklərdir. Amazon, Mississippi, La Plata ovalıq olduğu üçün akkumulyativdirlər. Həm platforma, həm seismikdə bundan əvvəlki sualda izah eləmişdim. Hər ikisi ola bilər. Braziliya dekansiya dendasyondur. Cavab burada 2 və 3 olur. Alp-Himalay dağlıq qurşağında yerləşən dağları qərbdən şərqə doğru düz. Aha, gəlin düzək. Ən qərbdə Karpat olacaq, Avropada, Balkan yarımadasının şimalında. 1. Sonra Krım gəlir, Qaradəniz sahilində, Ukraynada. Sonra Qafqaz gəlir, Xəzər dənizinin qərbində. Sonra gələcək, deməli, Kopet dağ, Xəzərin şərqində. Sonra gəlir Hindukuş dağları, artıq Pamir dağlarının yaxınlığı. Bu da 5. Deməli, 5, 1, 2, 4, 3, A variantı. Qrafikdə verilən hündürlüklər müvafiq olaraq hansı dağlara uyğun gəldirir müəyyən et. Bir hardasa 2600, 2500'den biraz yüksek. Bu Gerlachovski zirvesine oxşuyur Karpat dağları. 2
4000-dən biraz çox. 4100. Bu Tupkal zirvəsinə oxşuyur. Atlas dağları. 5000-dən çox. 5600 təxminən. Bu Elbrusa oxşuyur. Qafqaz dağları. 4-də 2000-dən biraz az. 1800-1900. Bu da Narodnaya zirvəsi Ural dağları ola bilər. Karpat, Atlas, Qafqaz, Ural. 113. Qırışıq dağlar, faylı dağlar. Qırışıq dağlar, cavanlar, faylılar, qocalar. Cavanlar olacaq Qafqaz, Pamir, Kopet. Qocalar olacaq Ural, Böyük su ayrıcı, Appalaç. Belə bir variant var. C variant. Mülayim işlama qoşanında yerləşməyən düzənliklər. Orinoco tropikdədir, götürmək olar. Gviana tropikdədir, Şərqi Afrika tropikdədir. Elə budur cavab. Qobi mülayimdədir, mərkəzi düzənliklər mülayimdədir, Şərqi Avropa mülayimdədir, Şərqi Avropa və Turan mülayimdədir. Perikon təpələr nədir? Bunu bayaq sualın içində bir bənd kimi var idi. Dedik ki, mədənlərin kənarında, yəni faydalı qazıntılar çıxarılan ərazilərdə boş suxurların toplanması nəticəsində yaranan təpələr, bunlar terikon təpələr sayılır və antropogen, yəni insanın yaratdığı relyef formaları. Günəş il ərzində günorta vaxtı üfüqdə görünmə xüsusiyyətinə görə Euler-Venn diaqramına əsasən əraziləri müəyyən. Deməli, Günəş yalnız şimalda görsənir. Deməli, ərazi özü cənub yarımkürəsindədir və 23,5-dən də cənubdadır. Yarımkürəsi 23,5-dən aşağı çıxaq. Günəş ancaq cənubda görünürsə, deməli məntəqə özü şimaldadır, şimal yarımkürəsində və 23,5 şimaldan daha şimaldadır. Çünki Günəş ora qədər gəlir. Pürüz. Həm şimalda, həm cənubda görünürsə, deməli 2-23-ün arasındadır ərazi. Yəni 3-cü məntəqə. Şərqi Avropa düzənliyi şimal mülayim işıqlanma qurşağına düşür. Günəşi özündən ancaq cənubda görər. Ona görə bunu yazırıq 2-yə. Kap dağları cənub yarımkürəsində Afrikanın cənubundadır. 23,5-dən də cənuba düşür. Günəşi ancaq şimalda görər. Ona görə bunu yazırıq 1-ə. Nallar Avstraliyanın cənubundadır. O da mülayim işıqlanmaya düşür. O da günəşi yalnız şimalda görər. Orinoco ovalığı tropik işıqlanmaya düşür. Günəşi həm şimalda, həm cənubda görə bilər ilin müxtəlif vaxtlarında. Turan ovalığı şimal mülayim işıqlanmaya düşür. Günəşi həmişə özündən cənubda görər. Efiopiya yaylasında yenə tropik işıqlanmadadır. Günəşi hər iki istiqamətdə görə bilər. 2, 3, 1, 5, 4, 6 cavab A variantı. Davam edirik 117 ilə. Cədvələ əsasən uyğunluğu müəyyən. Düzənlik, mənşəyi, yerləşdiyi ərazi. Yəni düzənliyin adı, dendasyon və ya akkumulyativ olması və platforma ya geosinkronda yerləşməsi. La Plata ovalıqdır. Ovalıq dendasyon ola bilməz. Kür-Araz ovalıqdır, akkumulyativdir və geosinkron ərazidə yerləşir. Bu doğrudur. Meksika dendasyondur, bəli, yayladır. Geosinkron ərazidə yerləşir, bəli, Şimali Amerika ilə Sakit Okean tavanının toqquşduğu ərazi. Dekan yayladır, dendasyon olacaq, amma geosinkronda yox, Hindistan platformasında yerləşir. Bu yanlışdır. Qərbi Sibir ovalıqdır, akkumulyativdir və Sibir platformasında yerləşir. Bu doğrudur. Braziliya akkumulyativ yox, dendasyondur, çünki yayladır. Bu da yanlışdır. 2, 3, 5, E variantı. Su eroziyasının ən çox yayıldığı ərazilər müəyyən edin. Çayların daha çox olduğu yerlər. Yəni burada səhraları seçməyəcək. Məsələn, 5 səhradır, 4 səhradır, 6 səhradır. Amma ekvatorial ərazidə yerləşən Konqo çayı, Amazon çayı, burada da Mekong çayı var. Bunları götürə bilərik. 1, 2 elə 3.
Nöqtələrin yerinə uyğun gələn relyef formalarını yazmaqla eləyən diaqram tamam. Deməli, eksorasiya ilə formalaşır. Birincisi, yəni buzlaqdır. İkincisi, eoldur, yəni küləkdir. Üçüncüsü, hər ikisi eksogendir. Deməli, buzlaq Trop dərəsi olar, eol barxan olar. Küləklə elə A variantı. Duyun buzlaq yox, küləkdir. Mağara Karsdır, barxan küləkdir. Duyun yenə küləkdir. Şərqi Qafqaz Amazonasında yerləşən horst dünyanın ən böyük horstlarından biri olan Ruvenzori horstudur. Sierra Nevada Şimali Amerikadadır. Kordilyerin bir hissəsidir. Voqezlə Şvarsland Mərkəzi Avropadadır. Hammersi isə Avstraliyada. Dağıdır hamısı. Doğru olmayan sıralar. Çay eroziyası Yarğan Fyord. Yarğan müvəqqəti axın Fyord buzlaq. Doğru deyil. Ona görə götürürük. El prosesi Barxan düyün. Doğrudur, götürürük. Küləklə yaranır. Abraziya yəni dalğa, mağara, turok. Mağara karstdır, turok buzlaqdır. Doğru deyil, götürürük. Karst prosesi mağara karstdır, bu doğrudur. Eksorasiya buzlaq, safeguard doğrudur. Sxemdə verilmiş əlamətlər hansı düzənliyə aiddir? Okean səviyyəsindən aşağıdadır. Aha, yəni yayla olmayacaq. Yayla variantlarını çıxırıq. Avrasiyadadsa Mississippi Amerikadadır. Bunda çıxırıq. Akkumulyativdir. Qaldı bir dənə Xəzəryanı ovalıq. Alp Himalay dağlıq qurşağında yerləşən dağları qərbdən şərqə doğru düzür. Düzək. Bayaqçı sualdan eynidir bu deyəsən. Karpat Avropadadır. Balkan yarımadası üstündə. Birinci bu olacaq. İkinci gələcək Qaradəniz sahillərində olan Krım. Üçüncü gələcək Xəzər sahilindən Qaradəniz arasında olan Qafqaz. Dördüncü gələcək Xəzərin şərq sahilində olan Kopet dağ. Sonda da Pamir dağlarının yanında Hindukuş dağları. 5, 1, 2, 4, 3. Elə cavab da belə idi. Ha, şərqdən qərbə, əksinə. Ha, bayaq qərbdən şərqə düzmüşdük. Tərsini eləyək də onda. Birinci Hindukuş, 3, sonra Kopet 4, sonra Qafqaz 2, sonra Krım 1, sonra da Karpat 5 D variantı. Bu dəfə şərqdən gəlmək istəyir. Kürə eroziyasının ən çox yayıldığı ərazilər bu səhra zonalardır. Səhra da olacaq 2, Liviya səhrası 5, Viktoriya səhrası və 6 Qaraqum, Qızılqum. 125. Amazon ovalığı və Braziliya yaylasının oxşar fərqli cəhət. Doğru. Cavabları verib bizə nə doğrudur? Cənubi Amerikada yerləşirib təkcə Amazona yaza bilməz. Çünki Braziliya yaylasında Amazonda yerləşir. Yəni bunu ortaya yazmalıydı. Akkumulyativ düzənlikdə hər ikisinə bunu yaza bilməz. Çünki Braziliya yayladır, dendasyon. Boksit, dəmir, filiz yataqları var, doğrudur. Braziliya yaylasında geniş yayılır. Amazonda isə yoxdur. Dendasyondur, bəli, yaylalar dendasyon olur. 3-dən 4 sırf Braziliyaya aiddir. Ona görə cavab 3-dür. Açıq tipli suallara başlayırıq. Ovalıq, yüksəklik yayla. Ovalıq hündürlüyü 200 metrə qədər olur. Yüksəklik 200-500 arası olur. Yayla 500-dən yuxarı olur. Düzənliyin növləri. Xəzər sahili ovalıq, Mesopotamiya ovalığı, Almaniya Polşa ovalığı. Stavropol yüksəkliyi, Lavrentiya yüksəkliyi, Dnepr yüksəkliyi. Stavropolla Dnepr Şərqi Avropadadır. Lavrentiya isə Şimali Amerika. Qərbi Sibir ovalığı, Kolxid ovalığı, Padan ovalığı. Dekan yaylası, Qərbi Avstraliya yaylası, Böyük Hövzə yaylası. Valday yüksəkliyi, Volqaboy yüksəkliyi, Orta Rusiya yüksəkliyi. Hər üçü Şərqi Avropada yerləşir. 1-ə AC, 2-yə BY, 3-ə D. Nival buzlaq relyef formasıdır. Akkumulyativ relyef formasıdır. Arid dendasyon relyef formasıdır.
Buzlaq relyef forması karlar və təknəvari dərələr olacaq. Akkumulyativ relyef forması burada gətirmə qonusları olacaq, çayların çökdürdüyü proses. Arid dendasyon, yəni quraq ərazilərdə isə bedlentlər və yarğanlar olacaq. 1A D, 2 C, 3 B. Yüksəklər seçim bayaq dedik. Lavrentiya yüksəkliyi, Orta Rusiya yüksəkliyi, Valday yüksəkliyi. Orinoco kür ərazi laplatı isə ovalıq. Qafqaz dağları, Qafqazın zirvəsi olacaq Kazbeklə Elbrus. Alp dağlarında olacaq Montblancla Matterhorn. Ant dağlarında da Aconcagua. Arid dendasyon relyef formaları, yəni quraq ərazilərdə yaranmışlar. Bunlar qobular və yarğanlar olacaq. Buzlar isə sirklər, troqlar və karlar olacaq. Ovalıq, yüksəklik yayla. Mesopotamiya ovalıqdır, Almaniya, Polşa ovalıqdır. Lavrenti yüksəklikdir, Tibet və Dekan isə yayladır. Orta Sibir və Dekan yaylaları üçün oxşar xüsusiyyətlər. Tropik enliklərdə yerləşir heç biri. Daha doğrusu Dekan tropik enliklərdədir. Yəni tropik işlanmadadır, amma subekvatorial qurşağa düşür. Orta Sibir isə tamam soyuq yerdir. Neft qaz ehtiyatı yaylada neft qaz olmur. Yaylalarda əsasən dəmir filizi yataqları, filiz faydalı qazıntılar. Orta Sibir də yayladır, heç birində olmayacaq. Avrasiyada yerləşir, bəli, biri Hindistan yarımadasında, biri Rusiyada. Qədim platformadır, bəli. Qərbi Sibir cavandır, amma Orta Sibir qədim. Zəngin filiz ehtiyatları, bəli, yaylalarda dedik ki, filiz çox olur. Mülayim iqlim qurşağına Orta Sibir bir hissəsi düşür, amma Dekan subekvatorialdır. Seysmik qurşaqlarda yerləşməyən dağlar, yəni platformada olan dağlar, qoca dağlar bir sözlə. Appalaç, Əjdaha və Ural. El relyef formaları bu olacaq Barxan, Düyün. Buzlaq relyeflər olacaq Moren trəsi və sirk. Meandr isə çaydır. Bunların heç birinə aid deyil. Doğru olmayan fikirləri müəyyən edin. Gəlin müəyyənləşdirək. Endogen proseslərin təsir nəticəsində formalaşan relyef formaları morfoskulptur, yox, morfostruktur adlanır. Bu doğru deyil. Morfoskulptur eksogen qüvvələrlə yaranır. Hazırda litosfer dağlarının hərəkəti daha qədim okeanlar olan Atlantik və Hind okeanları sahələrinin kiçilməsinə səbəb olur. Xeyr, bu da doğru deyil. Qədim okeanlar Atlantik və Hind yox, sakit və şimal buzludur və get-gedə onlar kiçilir. Ümumiyyətlə xəritəyə baxsaz görərsiniz ki, Atlantik və Hind okeanında ayrılmalar daha çoxdur. Ona görə o okeanlar genişlənir. Səthi çox hamar olan yaylalar plato adlanır. Doğrudur. Yer qabığının mütəhərrik, qeyri-sabit, yəni hərəkətli hissələr geosinkron adlanır. Bu da doğrudur. Mənşəyinə görə düzənliklər akkumulyativ və dendasyon. Bu da doğrudur. Palça vulkanları ən çox maqmatik suların olduğu ərazilərdə geniş yayıldığından onların soyumuş sazlarından filiz mənşəli faydalı qazlar əldə edilir. Tamamilə yanlışdır. Palça vulkanları maqmatik suların yox, çökmə suları olan neft və qazın yayıldığı ərazilərdə daha çox olur. Məsələn, Azərbaycanda da Xəzər sahilində kifayət qədərdir. Orada heç maqmatik suxur yoxdur demək olar ki. Brok dərələrinə aid olan əlamətləri seç. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı doğru hərəkət edərək əmələ gətirir. Doğrudur. Bu dərələrin yamaçları dik, dibi hamar olur. Bəli. Dərələrin dibində buzlaq dilinin qurtardığı yerdə toplanan morenlərdən ibarət təpə tirələri əmələ gəlir. Bu da doğrudur. Moren təpələri, moren tirələri. İqlimi çox quraq keçən. Quraq olmur. Çünki buzlaqla yaranan yer niyə quraq olsun ki? Kars prosesi deyil, eksarasiya prosesidir. Dəniz səviyyəsinin fasilələrlə aşağı düşməsi sahil zonasında formalaşır. Bu da abraziya prosesi. Xəritə sxemindəki rəqəmlər arasından qırışıq dağları seçin. Qırışıq dağlar cavan dağlar. Cavan dağlar Kordilyerin sahili.
Ant dağları və Alp dağları olar. Appalaç qocadır, Ural qocadır, Əjdaha qocadır. Yəni 1, 3 və 4 olacaq cavab. Buradan çox da yaxşı görsənmir. Deyəsən axırıncı səhifə. Cədvələ əsasən doğru olmayan sıralar. Dağın adları verib, yerləşdiyi yarımkürələri, yaşını və yerləşdiyi ölkələri verir. Gəlin baxaq. Doğru olmayan sıralar görək hansılardır. Karpat dağları Avropada yerləşir. Şimal və şərq yarımkürəsinə düşür. Alp qırışığına aid cavandır. Rumıniya və Ukrayna ərazisinə düşür. Bu doğrudur. Doğrudursa atırıq. Doğru olmayan istəyir. Atlas dağları şimal, qərb, şərq. Bəli, Atlas dağları Afrikanın şimalındadır. Qreenwich meridianı onu kəsir. Ona görə həm şərqə, həm qərbə düşür. Alp yaşlı cavandır. Əlcəzair Mərrakəş arasında düşür. Doğrudur. Pamir dağları. Pamir dağlarına yazıb ki, şimal-şərq doğrudur. Asiyada yerləşir. Qədim yazıb bu səhv. Qədim yox, cavan. Bunu götürdük. Tacikistan Əfqanıstan arasında düşür, amma doğrudur. Ant dağları şimal, cənub, qərb. Bu doğrudur. Çünki Ant dağlarını ekvator xətti kəsir. Ona görə həm şimala, həm cənuba düşür, həm də qərbə. Cavandır, doğrudur. Meksika sözü burada yanlışdır. Çünki Ant dağları Cənubi Amerikadadır, Meksika isə Şimali Amerikadadır. Ona görə bizə yanlış olduğu üçün 4-ü də götürürük. Kap dağları Cənubi Afrikadadır Kap dağları. Cənub, şərq, qərb. Şərq qərbə düşməz. Çünki onu Qreenwich meridianı kəsmir. Qədim olub Carda yerləşməli. Düzdür, amma Namibiyaya da düşmür. Biraz Mozambik ərazisinə düşə bilər. Skandinaviya Avropadadır. Şimal və şərqə düşür. Qədimdir. Norveç və İsveç ərazisindədir. Bunlar hamısı doğrudur. Ant dağları, Tian dağları, Ural dağı. Qədim dağlar olub, Kaynazoyda təkrar qırışıqla məruz qalıb. Bu, Tian Altay sayına aid olan fikirdir. Burada da Tian var. Avropa və Asiya qitələrinin şərqi sərhəddi Ural dağları hesab olunur. Aid olduğu materikin ən hündür zirvəsi bu Ant dağlarına aiddir. Çünki Cənubi Amerikanın ən hündür zirvəsi olan Aconcagua buradadır. Tian və Ural isə Avrasiyadadır. Onların ən hündür zirvəsi, yəni materiklərinin ən hündür zirvəsi Everest. Quruda ən uzun dağ sistemi olub 3 yarımkürədə yerləşir. Ən uzun dağ sistemi Ant dağlarıdır. 3 yarımkürədə yerləşir, çünki ekvator xətti onu kəsir. Zəlzələ və müasir dağıntı zonasından kənarda yerləşən də Ural dağlarıdır. Çünki Tian dağları yenidən fəallaşdığı üçün zəlzələlər orada da baş verir. C, D, A, B, Y. Davam edirik. Appalaç, Altay, Krım dağlarının ortaq cəhətləri. Alp Himalay dağlıq quşağında yerləşir. Təkcə Krım. Çünki Altay dağları yenidən fəallaşsa da Alp Himalay dağlıq quşağından şimalda qalır. Bunu götürə bilmərik. Heç birini. Yaşına görə qədimdir. Appalaç və Altay hər ikisi qədimdir. Baxmayaraq ki, Altay sonradan cavanlaşır. Yəni fəallaşır. Avrasiya materikindədir. Krım və Altay. Appalaç Şimali Amerikadadır. Qırışıq faylıdır. Yəni yenidən cavanlaşan da demək istəyir. Bu təkcə Altaya aiddir. Bunu heç yerə yaza bilmərik. Maksimal hündürlüyü 2500-dən aşağıdır. Bu da Krımla Appalaça aiddir. Altay 4000 metrdən hündürdür. 1-ə B, 2-yə Y, 3-ə C. Həmsərhəd olan coğrafi obyektlər. Gəlin baxaq görək bunlar hansılardır. Turan ovalığı və Qərbi Sibir düzənliyi. Turan ovalığı ilə Qərbi Sibir düzənliyin arasında biraz yuxarısında Qazaxıstan xırda təpəlik falan da var. Ona görə bu olmayacaq.
Qran Çako düzəni La Plata ovalı. Bəli, Cənubi Amerikada bir-birinə sərhəddirlər. Patagoniya yaylası Braziliya yaylasının arasında bir dənə La Plata ovalığı var. Sərhəd deyirlər. Efiopiya yaylası Ant dağları bir-birindən çox uzaqdadırlar, İkisi də Afrikada olsa da. Sayan dağları ilə Tian-Şan dağlarında sərhəddi yoxdur. Tian-Şan cənubdadır nisbətən. Ural dağları və Şərqi Avropa düzəni isə yan-yana yerləşir. Burada cavab 2 və 6 olacaq. 142. Meksika yaylası və Braziliya yaylası. Dendasyondur hər ikisi, çünki hər ikisi yayladır. Platformada yerləşir Braziliya. Meksika tavalarının toqquşduğu zonada. Geosinkronal. Fəaliyyətdə olan vulkan var Meksikada. Yəni geosinkronal ərazidə. Cənubi Amerikada yerləşir Braziliya. Geosinkronalda yerləşir Meksika. 1-ə C-yi, 2-yə B-D, 3-ə A. Eyni-Elven diaqramına əsasən uyğunluğu müəyyən. La Plato ovalığı, Kür Araz ovalığı, Qərbi Sibir düzəni. Cavan platformadadır Qərbi Sibir. Qərbi Sibir, Turan və Ön Qafqaz cavan platforma. Sinklinal ərazi. Sinklinal geosinklinalın çökək əraziləridir. Burada geosinklinalda yerləşən bir dənə Kür arazıdır. Neft və təbii qazla zəngindir. Bunun üçünə də aid edə bilərik. O, ortaq cəhətdir. Tək-tək yazmaq olmaz. Mülayim və tropik işıqlanma qurşağında yerləşir. Yəni bunu tropik xəttlərdən hansısa kəsməlidir. Bu da La Plata uyğun gəlir. Cənub tropik xətti onu kəsir. Zəlzələ və müasir dağıntı zonalarından kənarda yerləşir. Bu həm La Plataya, həm də Qərbi Sibirə aiddir. Tək-tək götürə bilmərik. Ona görə də 1-ə D, 2-yə B, 3-ə A. 2 sualımız qaldı. Naska və Cənubi Amerika litosfer tavanlarının bir-birinə doğru hərəkət etməsi nəticəsində Peru çilinovu yaranır. Bəli. Materikin qərb sahələri boyunca Ant dağları formalaşır. Bəli. Bu iki tavanın toqquşma səhərində rift dərəsi boyunca Şərqi Sakit Okean qalxması yaranıb. Xeyr, Şərqi Sakit Okean qalxması Naska və Sakit Okeanın toqquşduğu yox, ayrıldığı sərhəddir. Subduksiyadır. Bəli, subduksiya materik və okean tipli tavanların toqquşması deməkdir. Naska okean tiplidir, Cənubi Amerika materik. Atakama səhərasında quraq iqlim şəraiti bu toqquşma ilə əlaqəli deyil. Peru cəryanının təsiri iləndir. Materikin qərb sahələri boyunca geniş şelf zonası yaranmışdır. Dağlıq ərazilərdə şelf zonası olmur. Düzənlik ərazilərdə olur. Ona görə bu səhvdir. Böyük sahəcə dağlarla bağlı doğru fikirləri müəyyən edin. Ayrı-ayrı massivlərdən ibarətdir və onlardan ən hündürü Avstraliya Alplarıdır. Bəli, doğru fikirdir. Ən hündür zirvəsi Kosciuszkodur. Bu da doğrudur. 2228. Cavan deyil, qocadır. Vulkan ümumiyyətlə Avstraliyada yoxdur. Avstraliyanın şərq sahilindədir. Doğrudur. Yer səthinin relyefi mövzusu bu qədər. Növbəti mövzularda görüşərik. Sağ olun.